Salam, bu vaxtınız və hər vaxtınız xeyir olsun. Mehriban və istərli tamaşaçılar, çillə gecəniz mübarək olsun. Təəccüb eləməyin, əslən heç təəccüb eləməyin. İnşallah Çağırbağ bərnaməsi çillə gecəsindən ya Şəb-i Yəldadan siz əzizlərin evində qonaq olacaq. Həftədə bir bərnamə ya 2 həftədən bir bərnaməsi ilə siz əzizlərin evində qonağıq. Müxtəlif bəhslər eləyəcəyik. Bu günləri çillə gecəsinin barəsində danışacağıq. Çağırbağ bərnaməsində deyib güləcəyik. Musiqi varımızdır. Əziz həmkarlarımız ki, gözəl qonaq dəvət ediblər. Onların şirin-şirin söhbətlərindən ləzzətimizi aparacağıq və xanəvadə kənarında bu günləri xoş deyib, xoş eşidəcəyik. Amma Çağırbağ bərnaməsinin demək olar ki, əsli hamisi restoran-ı mühtərəm Çağırbağdır. Xiyaban-ı Müəllimdə Bimə Yerazinin dalında bir dənə gözəl mühiti əzizlərimiz amadə eləyiblər. Hətmən xanəvadə möhtərəmlə gəlin, imtihan eləyin, mütməinnən ləzzət aparacaqsınız. Səmimi bir fəzadır. Eləyə bilərsiniz ki, Allah qərarhay 2 nəfərə ya xanəvadə ilə bu məkanı gözəldə və möhtərəmdə huzur tapasınız. Çağırbağ pəs fəramuş eləməyin. Çağırbağla bu gecə bizlə olun. Xob, qonağımız vardı, Ustad Cami Əziz. Şəhrimizin demək olar o fikirli, fərhəngi dost və hər qişrə desəm, xülasə Ustad Camini tanıyırlar. Desəm fərhəngi hünər, bəli. Desəm çehre-i Hüseyniyyət, tanıyırlar. Şəhrimizin böyücü, həmişə böyüklərimiz bizə o yol-yolağı göstərdilər. Hələ bəzi moqada biz o yol-yolaqdan əslən bəhrə aparmamışıq, hərdən inhiraf yola getmişik. Bu yaxçıdır, kaş ki, elə qəydəq elə böyüklərimizin üçün olan təcrübəsi bizdən çoxdur. Ustad Cami, çox xoş gəlibsən. Məmnunam ki, gecənin bu vaxtında bizim dəvətimizi qəbul buyurubsuz. Çillə gecəsində təbrik ərz edirəm sizə, həm möhtərəm xanəvadınıza və bütün umum əziz və möhtərəm mərdumuza ki, bizim səs və təsvirimizi eşidirlər. Ustad, aya qədim zamanda elə bir Cəlal var imiş, acil o filan o və mən elə bir diblimə getdim ha. Bismillahirrahmanirrahim. Selamun aleyküm və rəhmətullah. Mən به جهت اینکه بالاخره bu برنامه تحت عنوان شب چله یا شب یلدا زحمتین çəkibsiniz. Məmnun. با اغتنام از فرصت استفاده eləyəm və cəşn milli şəb yəldani əziz olan həmvətənlərimizə, həmüstanlərimizə, həmşəhərlərimizə səmimanə təbrik و تهنیت ارز eləyəm. Allah'tan istəyəm ki سفره پربرکت یلدا برای تمام اقشار bu millət amadə ola və heç ata-anayı öz xanəvadəsindən şərməndə olmasın inşallah. به هر صورت با توجه به تحول زمانی شب یلدا demək olar ki o مرزهای سنتini sındırıb و به مقدار وارد جهان تشریفات olubdur. ولی به هر صورت هر کس به توان داره، هر کس eləyə bilməyəcək ki, məsələn, acil yazsın. Əvvəla acili ala bilməsə, əgərlə kişi biraz az alsın. Əslən, hədəf bunlar deyirlər ki. Hədəf doğru həm olmaqdır, hədəf bir-birinin halından xəbər olmaqdır. Xülasə bunu hədsan eləyə bilsiniz, elə bunu qoyaq, elə hər gecə üzünə görə şəbi yəlda ya çillə gecəsidir. Ustad, mən sizdən istəyəm bir müxtəsər qədim zamanın o fərhəngindən, bizim Azərbaycanda olan dəbimizdən bizə söhbət açasınız. Sonra gedək mövzəlat ki, bizim məlan demək olar, bu fərhəngi konunumuzə izafələnib və ehsas eləyəm ki, olmasaydı behtərdi, o mühürdə də söhbət eləyək. Mən Cənab Salamat, əgər icazə buyursunuz qəbl از اینکه ورود eləyəm bəhs şəb yəldaya چون تمام به اصطلاح فرهنگ بومی و سنتی bizdə ki فرهنگ بومی و سنتی
یا فرهنگ فولکلوریک مردمی که سینه به سینه bu فرهنگ qarnlardır hareket edip ve bu günleri bize yetişip de iman bir miras namelmus ki fehrist asar cihanede de bu gece ثبت olubdur. Binaenaleyh bahs فرهنگ bir پیچیده bir bahsidir. Ben aslında özüme o icazəni vermeyeyim ki bu məhveli به اصطلاح جشن یلداده وارد مقوله فرهنگ olam. Çünkü bir ağır bir məqulədir. Və çox zaman istəyir söhbət eləyəsin. Danışmandan camiə şinasi elan ediblər. Qarni 18-dən ta bu güncə 200 tərif فرهنگیdən olub və ağay Herder o buzurgترین یکی از بزرگترین جامعه شناسان غرب دی ki هنوز حق مطلب در مورد فرهنگ ادا olmayıbdı və öz bəyanatında o kitabında müqəddəmədə yazır ki پیچیده‌تر از کلمه فرهنگ و سنگین‌تر از کلمه فرهنگ من فرهنگ cihanidə görməmişəm. Fövqəladə mühimdir. Odur ki biz الان وقتی که deyir ki adab و رسوم folklorik, فرهنگ folklorik millət yani bu adab rüsumun bir bari فرهنگisi vardı. Yani dəqiqən hər nə mənət ki yine de o tarifi ki eləylər فرهنgidən nihayeten o 200 tarifdən bu məsələyə yetişirlər ki hər çizi fərqlənən əbad فرهنگisi var. Hər nə mənə ki به اصطلاح چیز فرهیخته‌دی ابعاد فرهنگیسی var veya به عبارت دیگر فرهنگ تجلی بنیان ژرف ruh insanlardır. Yani bir şey diyor ki elə maddi bir cərəyan ola, başlana və qutara. İnsanların ruhu ilə əcindir bəhs فرهنگ. O da həmişə təsirgüzar və sazəndədir. Və çün bizim bu adab-ı rüsumumuzda arz elədim bari فرهنگisi vardı. Ağay Taylor öz nəzərində elan eləyir ki, əgər biz bir dənə böyük saxtaman rəfi və memari zibay sünnətini görürük neçə təbəqə ki, الان da بیشتر مرسومdur, çırağani olur, adam واقعا تحت تاثیر o memari qərar tapır. Gərək qəflət eləməyək ki, o binayı çند طبقه به جهت وجود o şenleri ki şifte binada tökülüp peye o ağırlığı o şenler tahammül eləyir ki tərkibat-ı simanla tapır ve öz hakkına da öyle deyir ki adab-ı rüsum-های sünneti به مثابه همون şenlerdir. Yani şifte تمدن جهانی تمدن متعالی بر روی همین تمدن به اصطلاح آداب و رسوم و سنت در ایجاد olubdur. Binaenaleyh bu tefekkür ve bu tarifi ilmiyle biz görüyoruz ki dünyada hiç milleti müterakki. Amerika'dan tut, Avrupa'dan tut, Japon'dan tut, Avustralya her kişi gelen biz büyük keşverهای راقیه. Biz şayet bizde bu özürlük baba bu adab-ı rüsum ben ya Amerika'da yoktu. Ben ya falan yerde yok. Dünyanın tamam keşverهای müterakkisi دارای فرهنگ فولکلوریک و آداب رسوم سنتیdir. Filmsel ben xidmətinizə arizəm ki Japon da indi الان مهد به اصطلاح فرهنگ و تمدن dünyada. Bunlar henüz neçə milyon Japoni الان da معتقدdir ki cəngəllər پر از اشباح، پر از اجنه، پر از پریlərdir. Və etiqad və babər və deyirlər ki həmin iki kəlmə onların fərhəngində animism deyirlər buna. Yəni ruh öləndən sonra hələ tədavümü var. Özdən nə tənha mövcudat zindədir. Tamam əşya və tamam be istilah hər nə mənə ki görəysən milyardha milyar ki biz الان o havzada zindəcilik. الان مثلا bu miz, o şişə, o semaver hamısının ruhu var.
Və bunlar vaxtı ki öz zindəcilərində təkamülə tapıb təbdil və ilahə olurlar. Buna Japonlular muhtəqiddirlər və ərziş verirlər. Hala barı fərəngisi nə mənədir? Barı fərəngisi budur ki, vaxtı adam bir dənə bir şeyə ehtiram qoydu, onun nigəhdarısında da hətmən ağaçdır, sudur, hər nəyə ehtiramla baxırlar. Aslında hər nə əməlinə ki baxırsan, deyir ruhu var. Ona muhtəqiddirlər. Ya məsələn, xod İrləndilər deyir ki, tamam dünya doludur pərilərlə. Əməz pəriyə səhrai, pəriyə dəryai, pəriyə cəngəl. Biləxərə bu etiqadat keşvərهای mütərəqqiyə dünyada da var. İskandinaviyada da həmin keşvərهای İskandinaviyada da muhtəqiddirlər həmin cinn o pəri o falan beləncə məsələ. Binabərin bu sünnətlərimiz biz üçün bari fərhəngisi var. Biz əgər eləyə bilmişik ki, təməddün buzurg və fərhəngi qəniyə İranini minlər il saxlaya bilək, və cəhəti rişə budur. Və cəhəti bu adab o fondasyon ki əvvəldən vardır. Və cəhəti bu fondasyondur. Binabərin, mütaliatı ki bastanşinaslar əncam verirlər, Ruy-i Sufalinəhayı ki Şuşda mütaliə eləyiblər, 7000 il tarixi şəbi Çillə ya şəbi Yəlda vardır. Ki əslən 500 sal qəbl az milad در zaman Daruş vارد təqvim İranlılar olub bu gecə. Hala vaxt olsa ərz edirəm ki, niyə bu puyai şəbi Çillədə vardı? Niyə dövlətli kasıb elə deyir ki, Çillə gecəsi, şəbi Yəlda? İllətdə ki, Həzrəti Ali işarə buyurdu. Bizim tamamı adab rüsum sünnətlərimizin bir dənə payə və mayə fərhəngisi var. Bir dənə pəyam fərhəngisi var. O da pəyam dosti, pəyam aşti, دوری از قهر مهربانی صله ارham Novruz da bizə bu dərsi verir. Elə tazecisi var, bahar olma var, Yalda da bizə bu dərsi verir. Yəni alan siz hesab edirsiniz ki, şəbi Yəldada hala hər kəs betəvanı nəvələrin çağırır, nəticələrin çağırır, bacıların çağırır. Bir dənə məcməyi olay ki, əgər ehtimalən در اون خانواده در bir کدورتی olsa به بهانه bu dəvət və به بهانه huzur در مراسم şəbisilə aradan gedir. Ustad düz istəyəm, o məcmənin özünə görə elə bir qəvanunu var da, özünə görə bir rüsumatı var ki, birinin evinə aparırmışlar, küçünün evinə ya ərus damadın evinə. İndi biz gözəşlədən bunu alıyoruz ki, diyor ki, xop kürsü var imiş, kürsünün dövrəvərində əyləşirmiş böyüklər, balaları, nəvələri. Əldə olan boranıdan, nemiddinəm, nardan, meyvə məsələn narincidən, hər nələri var. Hər nə mənə varmış qoymuşlar o məzmənin içinə. Bəhanə doğru həm burada. Xop, əlan vəli mütəəssisən bilmirəm cəryan nə mənadır. Bu fəzai məcazi, sosial medialar ki, çoxalıbdır, onlar bais oldu bu ittifaq düşə. Bizim dəbimiz ya həman kinədə deyə fərhəngimiz gedir qərbi tərəfinə. Məsələn, Şəbi Yəlda günü biz Kirisməs deyək ki, Baba Noel də bəziyor. Baba dayı, niyə qatıyorsunuz bu isimlə? Onlar nöqtəhay inhirafı. Bu ittifaqlar bizə heyfdir. Bizim özümüzün qidmətimiz çox yuxarıdır Baba Noeldə. Cənab Səlamət, mən xidmətinizdə arızam ki, o təbatülat fərhəngi milal dünyada vardır. Vardır. Bəzi şeyləri biz Məsihiyyətdən almışıq. Bəli. Çox şeyləri Məsihiyyət bizdən alıbdır. Fərhəngi İranidən, fərhəngi İslamidən alıbdır. Vəli həqiqət budur ki, şərait mövcud zamanı gərək adam nəzərdə alır. Bu mühimmidir. Bu mühimmidir ki, ağa, به hər surət əgər mən gediyəm befərz təşrifatın tərəfinə, axı bir tədadı mütənabih eləyə bilmir. Bu özü nə mənadır? Sındırmaqdır o peyamı. O peyamı sındırmaqdır. Çün Çinə də uzaqlıq gətirir. Çün eləyə bilmək gedə ziri bari bu həzinələr əfsanədir, ötür. Bunlar nə şəbi Yəlda? Təvəccüh verirsiniz. Amma əgər həqiqət əmr budur ki, halət təvazun ola millət üçün
bunlar bir dershay ittihad و ittifaqdır. Aferin. Yəni bizi bu fərhəngi gör əzəmətə baxırız. Ərdəbildə də bu cəşn tutulur. Çağbaharda. Çağbaharda da tutulur. Görün, peyama bax. Bunun gözü o mövce hərəkətinə baxırız. Nə tənha biz Tacikistanda da tutulur, Əfqanistanda da tutulur. Pəs bənabərin Xod Azərbaycanda qulağımızın cibində. Azərbaycan ki, xub da bir hər surət lap möhkəm. Gürcüstanın türknişin yerləri bu iş görəklər. 6-7 məmləkət vardı. Mən istəmirəm təsdiq ola bəxtüz. Bu cəşni bizlə tutaylar və həqiqətdə behtarin vəcinə pastari eləyirlər. Siyanət eləyirlər bu. Biz burduz pastarı eləyirlər. Biz pastarı eləyə bilmişik. Qətlən o cürdür ki, biləxərə olmasa, elə əlan bu hayki düşübdi, fəzahay məcaziyə, bir ay bundan qabaqdan elə hamı söhbəti budur, şəb yəlda nə vaxtı, saat nə hansı günə düşübdi, nə olacaq. Bunlar elə özü o əsər-i vücudiyə şəb yəldadır. Muntaha Adət olmayıb diyor Ustad Cami. Bir dənə bizim adətimiz vardı. Diyor ki, adət eləmişik ki, əyyam-ı şəb-i çəllədə filan iş görəcəyik. Vəli bir işlər və rüsumatı ki, o şəb-i çəllədə vardı, onu biz söhbət eləmiyor. Fəqət diyor ki, şəb-i yəldadır, filan şey alacaq, filan libası giyəcək, filan libası alaq. Xob, qədim moduymuş ki, təzə gəlinlər pay apararıymışlar, namzədə pay apararıymışlar. Vəli, əlan da çox belə, day. Piçidələşir. Elə hər nə mənədə israf düzdə. Əslən, به طور کلی siz بگیر از کار نیک israf hər nədə məzmundur da. Gərək o haləti normal hifz ola ta o dara və nədar gələrlər bir nöqtədə bir-birindən به اصلاح تعاطی fikirləri ola, iqdamlarında bir-birlərin dərk eləyərlər. Və elə xub adam به hər surət demək olmuyor. çox bəxtləşmək olur. Ustad Cami, Behtərin nağılı ki, o zaman eşidibsüz Xanıvadədən, Əziz Atozdan Allah rəhmət eləsin. Həmən idi. Arz məhsər Ənvər, arizəm məhsər üzə ki, o fərqli xanəvadələrdə onları ki, ata-anaları biləxərə bir darayı təhsilat olubdular. Bunlar fəal hafizə بیشتر əlaqə yetiribdilər. Vəli در کنار o, biz o fərhəngi əsil Azərbaycanıdan da bu gecə əl çəkməmişik. Mənim yadıma gəlir ki, dəqiqən Allah əmvatsızı bağışlasın, mərhum Əbəvi bizə ki, da hamı yığışardı o kürsünün töyündə əyləşərdilər. Muxtarnamədən bizə oxuyardı, tərcümə elərdi və Hüseyn Kurd Şəbistərinin nağılın başlardı. Və cəlib budur ki, Tutarmaz idi o, bilməm, nəzir o. Bayramı incə qidaməsi olardı. Hər gecə. Şəbhayı cümə. Aha, şəbhayı cümə. Çox diyor. Bir xülasə-i az odur ki, elə mən, məsələn, o dastanlar alan yenə də mənim zehnimdə bəd az daha sal qaley və به اصطلاح منتها Nəvələrimizə tərifləyib sütçüləri ya əlan dolar da biz xatiri bu zamanə əvəz olubdur. Həmin qədri ki, mən əgər nə mən, hər kəs eləyə bilər ki, indi əlan nəsl feiliyə qəbul etdirək ki, Yəldanın mərasimində şirkət elə və Yəldanın məna və məfhumunu bil və o silə-i rəhm və o mehribani-های xanəvadiyə gəlməyinlə ronaq ver, bəs təqribən birinci haq kafidir. Əhsən. Çox güzel. Xob, məmnunam sizdən bir qol rəsanə ilə bir gedək bir qeydək görək ki, nə var, nə yox, çürüzdən var ki. Yaşasın, bağda ceyran yaşasın, qızıl torpağın sağı Azərbaycan
ceyran yaşasın, dağda duman yaşasın, bağda ceyran yaşasın. Kızıl torpağın sanı Azerbaycan yaşasın. Canım Azerbaycanım, benim Azerbaycanım, can can can. Canım Azerbaycanım, yaşa Azerbaycanım, can can can. Çalışır yar oynasın, kaman çatar oynasın, vətənin sevgisinə qız oğlanlar oynasın. Çalışır yar oynasın, kaman çatar oynasın, vətənin sevgisinə qız oğlanlar oynasın. Canım Azerbaycanım, benim Azerbaycanım, can can can. Canım Azerbaycanım, yaşa Azerbaycanım, can can can. Çox məmnunam. Mücəddədən mən təbrik ərz eləyəm Çillə gecəsinin tək-bətək üzə. Kaş ki bu dünənlər İsa gün pəxş olaydı. Mənim bir dənə təqazım olaydı Beqol ağay vəzir əsnafdan ki, mən ölüm bir-birinizin havazı saxlayasınız. Beqol Ustad Cami zamanənin də təsiri vardı. Biz əslən ketman eləmiyor ki, zamanədə çoxlu ittifaqlar itişibdir və xanivadələrə bu ittifaqlar da qoşulubdur. Bəli, bizim Yəldadan xas bir tərifimiz vardı, Çillə gecəsinə xas bir tərifimiz vardı. Məxsusən Çillənin meyvələrindən. Mən demək biraz yaxşı düşməz. Elə icazə verin ki, Ustad Camidən soruşaq və Ustad Caminin o gözəl tərifi ilə və gözəl məhəbbətli pederanə danışıqlarından çox tərif bəhrə aparaq. Ustad xidmətindəyim. Xahiş edirəm. Mücəddədən girəndə mən üçün müxtərəmdir fürsət, təbrik ərz edirəm Şəfi Çillənin. Əziz və mühtərəm olan həmşəhrilərimizin, həmüstanlərimizin xidmətinə. Əlbəttə, o cür ki və islah büyününcək mütaliatı hazır در زمینه مردم شناسی bize روشن eləyib. Bu süfreyi müqəddəs Çillə gecəsi eynən süfreyi Eyd-i Noruz kimi ve arz elədim səvabiqi əzim tarixisi vardı, şahai tarixisi vardı. Və amma bir işlərin gələn ki, qədimdən yəni ilə istifadə olub süfreyi Çillə gecəsində ya Gəldada qarpuzdur. Əlbəttə mən bir mənbəyi digərdə oxuyordum ki, qarpuz Azərbaycanın sonra süfrəsinə vardı. İzafə olur. Bəli, qatıqdan istifadə edərmiş. Niyə? Bə hər surət axı qarpuzun özünə görə bir tərif var. Ələn biz üçün Poran buyurdunuz niyə?
Bəli, bu biz gedək 100 il bundan qabağa. Nə bərqi var, nə Evet. yaxcalı var, nə nemiddunəm sərdxanə var, nə irtibatat ançinani var ki, məsələn, Ceyrufdən qarpuz Qarpuz gələr gələr. də bilər. Siz hesab edirsiniz, məsələn, o bəzi xanəvadəهای mütəyyində ki, saxlaydılar, məsələn, qarpuz hətmən olaydı, Samanlıqda oluyor. onlar aslardılar. Aslar. Qarpuzu aslardılar bədən ta inki afət vurmasın. Binabərin Vəliqatı həmişə dəstərəstə olubdu. Sonra bir tədric ki, fəza açılıbdı, həm az nəzəri bərq, həm az nəzəri tərəddüd, tranzit. Bu da alan şayət 100 il ola, 50-60 il ola varid süfrəyə. Əlbəttə ucuz imiş. Onda 400 min dörüymiş. Bəli, qətlən ucuz idi. Bəli, qətlən ucuz idi. Hala be hər surət alan o cür ki, tərif olayı kullən məmləkətimizdə. Çünki Ərdəbilə mərbutdur bu. Ərz elədim, nə tənha İran, ayrı Xaric az kəşvərlərdə də kiramı tutulay çillə gecəsi. Zalif Dobeydə bir xatirə İranlılar orada mərasim qoyurlar. Bəli, bəli. Bəli. Gönə də hörməti vardı. O cürdür. Biri qarpuzdur, biri ənardır. Ənarın da bəhsi çox şirin bir bəhsidir. Güya tamamı ədyan-ı İbrahimidə təclil olubdur meyvəyə ənardan və beymanı bir meyvəyə behişti mərrifi olubdur. Hətta bir rivayəti var ki, alan bu günləri hər ənari ki istəyirsən alıb yiyəsən, onu kamil diqqətlə tamam dənələrin ye. Çünki onun içində bir dənə danəyə behiştiyə ənar vardı. Xilqətində əslən budur. Yəni bu qədri. Bir yandan da ki, xob, be hər surət vaxtı ənarı kəsəysən, xatirimizə nə gəlir? Subhgahı ki, xorşid, Sona fikirləşməm. bəli, günün sübh ələttulu şovkəsinin və istilah nurunun qırmız rəng olmağı. Be qoli fələq. 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 O yavaş-yavaş yatsılayacaq yuxarı. Fələq. Badən ona görə biz tərifi zatda, Ənarda. Yəldada buna yetişmişik ki, Yəlda əvvəla özülə üstə bir kələməyi Soryanidir ki, Məsihiyyəti qədimdən varidi fərhəngi ədəbiyyatı İran olubdur. Həmin təadülat və təamülat Fərhəngimiz. Bunlar olubdur. Dünyada hər tamam millətlərin arasında olubdur. Və ki, bu kələməyi xodu Yəlda bir qədri ürəklərdə yer açır. Biz görürük ki, bizim çox böyük şairlərimiz vaxtı ki, istəy zülf-i məşuqəni tərif eləyə, qərəligin və uzunluğun şəbi Yəldaya təşbih edir. Bu həddə varid, hətta ədəbiyyat-ı Farsiyə İran olub, Türküdə də vardı kəlmə-i Yəldadan. Elə həmin məfhumla istifadə olubdur. Nardır, qarpuzdur, acildir. Bəli, acil Noxu kişmiş. nə bir məfhumu ki, bu günləri mətrəhdir. Bəli, həddiyə gəl noxud kişmişik ki, biz uşaqlığımızdan ilə o süfrəyi zətdə görmüşdük, şəb-i çillədə görmüşdük. Be hər surətin mümkün, indi alan və qoli o cür ki, işarə elədiniz, idamə bu təşrifat bais olayı ki, biləxərə bir qəşri əzimə camiə bu əziz gecənin o muhibbət siləyə rəhmindən məhrumdur. O çox mühim odur. Yəni, alan pəyami ki var, biz mərdum yeməyinə gəlməyik ki. Yox. İlhərənin bir qol Həzrəti Ali evində var. Var, azdan, çoxdan var. Böyük alma almayıb, balacasını alayıb. Ənarın filan qədrini almayıb, ondan yazdım. Vardı bu. Bəli, o ki mühimmidir, pəyami şəbi Yəldadır. Budur ki, əl görüşəsə. İnsanlar mehriban ola, xanəvadələr dərkənarı həm ola, eşq ilə zindəgi eləyələr, məhəbbət ilə zindəgi eləyələr, bir-birinin müşkilatlarından əyləşdilərdə xəbərləri ola, rah həllərinə müşarikət eləyələr. Bunlar hamısı pəyami bizim bu cəşnihayı milli əd cümlə şəbi Yəldadır. Çox məmnunam
Ustad Cami Buzurgvar, vağən mühibətdir sizin huzurunuz, vücudunuz bizim ustanımıza, Başlayalım. şəhrimizə, Ərdəbilə. Çoxlu şeylər sizdən öyrəşmişik. Yenə də deyəm, fərq eləmir. Biz ədəbiyyatı folklorumuzda, Cami Hüseyniyyətdə çoxlu ittifaqlar siz rəqəm vurursunuz, siz və o birisi dostlarınız hamımız əl-ələ veribsiniz. İnşallah ki, bu ittifaq, bu fərhəng bizim camiəmizdə də çoxalsın. Bu qarın yağmamağı da bu çillə gecəsinə şəbə gəldi də adamı narahat eləyir. Əla gələk qar olaydı da. Həmişə gözümüz yaşmışıq biz elə payızın 2-ci ayından Bəli. qarı görmüşük. Xoş, və hər surətdə mümkün. Deyəm, bu gecə Allahdan istəyək Pərverdigardan isə dualarımızın birində də bir inayəti ola bizim. Nemət ilahidir da, məxsusən bəhsi qar yağış, beyman zəxirə həyat insandır da, bunlar gərək. Ələn gördük də bu illər çox çətinlik çəkir. Da suyun olmamağından, qarın yağmamağından, bu kainatdan biz gərək həmişə təşəkkür eləyək, qədrdani eləyək. O cürdür. Bir dünya məmnunam sizdən, siz əziz mərdumdan da sipasgüzaram ki, bizi həmrah eləyirsiniz. Yenə də çillə gecəz mübarək olsun. Çox özünüzə çətin tutmayın. Bahəm olmaq çox şeydən ərzişlidir. Çox belə deməyək ki, ay gələk filan sufranı sələydi, filan kəs filan işi görüb, bəhman kəs bəhman işi görüb. Yox, bahəm olmaq çox ərzişlidir, çox ərzişlidir. Mən sipasgüzaram sizdən usta. Təşəkkür edirəm. Gedən qaydaya düşdüm. Səlamət olsun. Çox məmnunam. Mücəddidən salam ərz eləyəm. Çillə gecəz mübarək olsun. Bərnamə ilə həmrah hətmən bəxşlərik ki, buraya kimi pəxş olub, razı eləmiş ola sizi. Əgər intiqadınız, pişnadınız olsa, həttəmən bizə kommentlərdə yazın. Gələn bərnamələrdən həttəmən onların hamısını yer-ber eləyər, ta siz bizdən razı olasınız. Qarpız da yoxumuzda əgər istəyirsiniz, İradda süzündən qarpıza, vaqiyyətdə baha idi. Dedi, o alma çox behtərdir. Nə olsun, məsələn, qarpızı yeməyək, çillə gecəsi olmayacaq. Bir də soğuqluqdur. Onu yesin, bir dəqiqə əvəzinə 24 saat gələcək üstə olasan. Ona xatir elədir ki, bir dəfə qarpızı həsf eləyək. Çayımız vardı, hafizimiz vardı, narımız vardı, buranılarımızdır. O birisi meyvələrdə varımızdır. Vəli deyiblər, əl vurmayın onlara. Bərnamə qutarandan sonra inşallah əgər vaxt olsa, onlardan da bir tamam biləcəyik. İndiki meyvələrə gələk baxasan da. Yadigarı ünvanına əksas salasan. Necə qədim zaman məşədə gedərdi, pərdənin qabağında əks alardı. Ələn necə meyvədən elə əks alaq. Xülasə, yetişdik ki, ayrı əziz qonağımızın xidmətinə ki, şəhrimizin tənnazı çoxlu işlərdə olubdur. Zəmini, mətbuatda bir zaman mətbəx ünvanlı həftənaməni çıxardıydılar. Çox gözəl idi. Kaş ki, nədə o günlərə qeyd ediyor. Televizyonda, radioda. Tarixi əsərlər bu buzurgvarlardan bizim yadımızdadır. İnşallah ki, həmişə sərəfraz olsunlar. Bir bəxşi var, onu da gələk icazə alam, sonra lov verəm. Bəlkə özü istəmir, mən o bəxşi lov verəm. Ağay Həbib Yəzdaniyə Nazənin. Ağay Həbib, çox xoş gəlibsən. Selamun aleyküm. Çilləz mübarək inşallah. Həm sizin və həm əziz görənlərin çilləsi inşallah mübarək olsun. Təqdir və təşəkkür edirəm ki, Çaharbağ bərnaməsinə bəndi həqiqdə çağırıbsınız və mən də iftixarla xidmət istəyirəm. Qurban olun. Bizə iftixardır ki, siz buradasınız. Xanıvadınıza da təbrik ərz edilir ki, icazə verdilər ki, bu ləhsə bizdən olasınız. Xoş, Ağay Yəzdani əziz, üçün özündə sabıqın var da tarixdə, bu fərhəng o bizim dəblərimizdə. İstəyəm, bitişə bizə söhbət eləyəsən, ləzzət aparaq. Mütməyyənəm ki, o riz nüktələri deyəcəksin. Yəlda, keçmişdə bilirsiniz. Niyə əslən dedik Yəlda, niyə demiyorsun? Ərz eləyəm xidmətə. Keçmişdə zindəgilər şəhət bugünkü kimin dövdü, səbki fərq edirdi kullan. Şəhət əgər biz qayısı sök, məsələn, 500 il, 1000 il, Qaşı qaydı. 5000 il bundan qabağın o səbki zindəgisini görsək, onda niyazhay insan degərqunə idi, bugünkü kimin dövdü. İnsan o bədvi tarixdən o zaman ki başa düşübdür, yer üzündə yaşayışı ehsası qürbət eləyib. Yəni başa düşüb ki, yer üzündə qəribdir. Cəlibdir, indiki halda fizikdanlar da deyirlər ki, insan bumiyə zəmin döv.
Mənə hədisi qudsi var, ağay Salamat Əziz, ki Həzrəti Haqq insana xitab deyir, to qəribi və mən vətən etməm. Bizim Quranda da varımız, inna lillah və inna ileyhi raciun. Deyirsən, yer üzündə qəribsən. İnsan yer üzündə qəribdir və çətinlik çəkir. Hətta əxirən bəzi o karşınaslar deyirlər ki, insanın ki, yer üzündə qolquçu ağrır. Dəlili budur ki, bumiyə zəmindir. Bizim böyük ariflər və şariflər də deyir. Biz qəribdir, qəribiq. Qəribdir, bəli. Deyir, مرغ باغ ملکوتم نیم از عالم خاک یا از کجا آمدم آمدنم بهر چه بود. Və bu çətinlikləri tərdil eləməyə keçmişdə insanlar hər bəhanə ilə cəşn tuturdular. Hər bəhanə ilə. Haçan görəydilər ki, bir dənə çətinliyi rədd eləyirlər, onu cəşn tuturdular. O çətinliklərin biri payızın uzunluğu idi. Siz hesab eləyin, məsələn, çox yox, 200-250 il bundan qabaq, 300 il bundan qabaq Ağa Məmmədxan Qacar müəssisə silsilə-i Qacariyə bəray əvvəlinmar vaxtı 2 il idi şah olmuşdu. Gəldi Ərdəbilə. Ərdəbilədə təzə 3 ay idi biləklər bir şah olub. Dəlili də bu idi ki, qar, 9 ay qar olaydı, 3 ay qış. 9 aydır. Hətta hakimi vaxtı Ərdəbil gəldi ki, dedi 2 ilin maliyyətini verəcəksən. Dedi, qurban, qəblənki zad alıb bizdən maliyyətini. Bizdən fəqət beylinkini alacaqsan. Dedi, niyə? Dedi, çünki bizim merüksən şah olsan. Biz ona verdik. Buranın yol təzə açılıbdı, qar gedibdi. 9 ay burada qış oluyor, yol zat bağlı oluyor. 3 ayda biz bildik dünyada nə var, bilmir. İndi belə bir vəziyyətdə payızın o uzun günləri çillə gecəsi day qutara yavaş-yavaş düşək güdəlməyə. Bəşər bunu cəşn tutaymış. Hafız çox gözəl işarə eləyir. Siz hesab eləyin, niyə bizim Yəlda gecələri Hafız xanı eləmişlər? Nədən Fars məntəqələrini elə Türk məntəqələri? Çünki Farsla Türk alan mərz bənd eləyirlər. Qabaq baxam idilər. Mən özüm görmüşəm Savalan ətəyində Əşair xanımı bir klassda savadı yoxdur, tuman köynə ilə Hafızı belə oxuydu Bülbül Şirin alayhi salamət. Hafız deyir, rəsid müjdə ki, əyyam-ı qəm nə xahat mal. Əyyam-ı qəm nə mənədir? Əyyam-ı qəm həmin bu ruziqarə təbiddir ki, biz burada qəriblik çəkiyoruz. Bir zaman insan behiştəydi. Orada subay və sultan gəzə idi orada. Ədn idi, behişt, mədən zibaylərdi, behişt ədn. Bəli, xub, yer üzünə xakisar oldu, der həqiqət təbid oldu. Hafız deyir, resid, müjdə, kim müjdə verdi? Deyir, anlayan insanlar, o peyğəmbərlər, o bəşirlər, o bişarət verənlər gəlirlər, deyir ki, ağa, necə o cür qalmadı, bu cür də qalmayacaq, darıxdırmayın özünüzü. Resid, müjdə ki, Hafız deyir, resid, müjdə ki, əyyam-ı qəm nə xahət mand, çənan nə mand o çənin niz həm nə xahət mand. Rəqib elədi də, əlbəttə, rəqib bir insan kim idi? Şeytan. Deyim, mən ərkədər nəzəri yar xakisar şudəm. Allah biləxərə cəddi mənə təbid elədi torpaq üstünə. Rəqib niz çənin muhtərəm nə xahət mand. Onun da teştim qoyacaqdır, qoymayacaq bu rahatçılığa bir şeytan ətindən rədd olur. Məni söz götürüyor, qərib dərəndər qəribdir. Bəli, insan qəribdir, o da Həzrəti Haqqı deyir, to qəribi və mən vətən ötürəm. İnsanlar çillə gecəsini biləxərə cəşn tutaydılar və bəhanəyə müxtəlif ki, o acılığı hədil eləyərlər. Əsən dostların biri deyir, böyüklər gəliblər bizə öyrədələr, necə bu acılıqları pas eləyək. Bəli, xobələrin səbki siyağı zindəgi biraz əvəz olubdur. Şəhət nəsl ömrüdə qabilə dərk olmuyor bu qəziyə. Bənabərin, biz əgər qəys-sök keçmişə görürük ki, çillə gecəsi mühüm bir gecədir. Bir dənə dər həqiqət söynəcək, bir dənə bişarətdir. İnsanlara ki, səhərdən də gün yavaş-yavaş uzunlayacaq və yavaş-yavaş gidiyor ki, bir səmtə bahar o, roşənayı o, gərma o, abşodəni bərf. Bəli, o neçə ildən bir dənə fərqimiz var da, Əlan. Biraz mürəffəh olub surfaralamız. Ki, əlbəttə bəzi adamdan, yəni hamının yoxu. Bir də qar yoxdur. Calibdir ki, o qar da yoxdur. Bəli, onun hələ o dəlail elmisi var o qarın, vəli o mürəffəh. Hələ mən dəlail elmisi başlayın yerində. Mən deyəm, ehtiram da qoymadıq biz. Nə yelə, nə torpağa, nə qara, nə yağışa. Yağış yağanda cəcil o şükrün eləyək. Qar yağanda ləzzətini aparaq. Bəli, mütəəssifənə bizlər olub. Qar yağın bir xatirin ki, mən o səxtiyə düşüyəm. Döndüğümdə, niyə görə qar yağırsa? Dəqiqən özürdür. Sözün qüvvətində bir nüktə deyim. Şəhət zalib olarız binəndələrə də. O deyil, qeyrət ilahi qəbul eləməz naşökrini. Deyil, Həzrəti Yusuf bərdəfuruşlar bazarın qabağından soruşaymış. Görək, göyçək bərdələri yuxarı qiymət alırlar. Gəlir evdə güzgiyə baxır, aynıya. Çox gözəliymiş zahirən o da. Məğrur oluyor göyçəhlində, deyim, mən bərdə olsaydım, nə baha satılardı. Qeyrət ilahi tutayım, 3 dəfə bərdə satılır. Bir seri bir dolu suva satılır. Bir de olsun. Bir seri satılır, o da zindana düşüyor ve axırda da qərəz istəyəmdir ki, Nargisis var imiş, deyir, bu çox gözəl imiş, şəxsiyyəti Yunani imiş.
Bu saçları fövqəladə gözəl imiş. Bu özünə məğrur imiş bəgün. Bir gün hamıya aşiq olaymış. Buna heç kəs də saymaymış. Bir gün bu gedik çeşmədə su içəndə öz əksini görək uzaqda, özü də özünə aşiq olay. O qədər gözəl saçlar. Başına bir oyun gələk, haman saçlarından o dara çəkirlər. Ya Həzrət Yəni şükrün yerinə yetirmək. Dəqiqən o ki, buyurdun, qəşəng nüktə idi. Bu ki, ələn səbkizindəki dəyişiklik. Bəşər zahirən mürəffə olub. Mümkündür beləhazı maddi mürəffə ola, vəli beləhazı ruhi mürəffədir. Bəsyar xəsarətlidə və müstəzəfdir. Vaqiyyət odur ki, mən bir tənz yazmışdım. Puldar babanın müşkülü bir-birdir ilahi, yoxsul vəlimin dərdilə dərgirdir ilahi. Çox dərdi az idi kasıbın bu bahalıqda, gəldi adab yandan cibinə girdi ilahi. Yəni bu cəşni biraz acı eləmişik gözümüzə, Rədət məndə. Və nə qədər də beduni dəmtəraq olsa, evlər gözəldir. Sizdən qabaq Ay Cami ilə söhbət edirdik, Ay Cami. Ay Cami dedi ki, bu bir dənə bəhanədir ki, doğru həm budən, bir-birinlə danışmaq. Nəinki, deyib, bu yemək vardı, azdan çoxdan hamının evində var. Təklifə təbdil eləmişik, heyfdir o. Gərək acil ola. Gərək jeleyi Feklayımızlıyla Roberto Carlos'dan gələcək. Şıngılı nanayımız ola. Sonra Şıngılı nanaydan dedim, əzizi Şıngılı nanaya zad eləmişdi, bahanə tutmuşdu. Yəni Şıngılı nanayın özünə görə ola bir dastan var. İnşallah vaxtında. Bəli, o da mühümməd olardı özünə görə. Öz söhbət elərik. Xoş, Ayazdan icazə versin, baş vuraq be qol rəsanəyə, bir rəft və bərgəşt rəsanəmiz olsun. Əziz həmkarlarım şəhər səthindən bir quzariş təyin ediblər. Bu elə bugünkü günlər razı. Şimal meyvə qarpız. Biz ki alanmamışıq. Buna görə qaydaq. Çağırbaq bərnaməsinə xidmətinizdə varıq. Bu bərnamə üzrə əvvəldə də dedim, inşallah 2 həftədən bir ya həftədən bir YouTube tərəqi ilə huzurunuza təqdim olacaq. Çağırbaq demək olar ki, bevasitə-i hamiyə restoran Çağırbaq, Vağı Dər Xiyaban-ı Müəllim, Poşt Bimə-i Razi qurulubdur. Bir dünya məmnunluq modiriyyətindən. Həttəmən siz də gəlin, bu mühitindən, fəzasından istifadə edin, ləzzət aparın. Biz ki, ləzzət aparıyoruz. Siz də həttəmən gəlin, ləzzət aparın. Amma o əvvəl bərnamədir ki, Ay Yazdanı söhbət eləyəndə dedim ki, icazə alın bir söz deyim. Əgər radio tənzi, fəzai məcazdan peygirsiniz, nivisəndəsi, tədvini, həməkarəsi, Xod Ağay Yazdanı ki, bir ömür neçə illərdir əlbəttə, ləzzətini aparıyor fəzai məcazda və çoxlu da görürsənili. Xob, Ağay Yazdanı, mən radio tənzdən danışdım. İstəyəm ki, gözəl tənz və ictimai şeirlərindən eşidib və ləzzət aparaq. Nə gətiribsən bizə? Xeyli xob, bir dənə mən əlbəttə qafilgir oldum mən bu günləri. Sən heç vaxt qafilgir olmazsın. Huzur və bu bərnamə 2-3 xət Yəldanın vəziyyətinə görə mən xidmət üzrə oxuyayım. Görək vəzi nəzirdir. Bəli. Doğrudan PV-yə biri gəlir. Ya, mənim PV-mi heç kəs gəlmir. Diyor, PV-yə mən xoşkiyə səhraya Çin. PV-yə to eyni behişte bərin. Fərqim mən o to dosuxən bir iş nist. Bəndə qəzənfər, to vəli nazənim. Ay qardaş, qəzənfərin PV-sinə kim gələr abi? Ərz eləyim xidmət üzrə, bəzilər var ki, keyfləri sazdır. Çillədə hər nalısalar azdır. Döşəyərlər bəqiyyədən qafil, süfriyə nəmneçə cürə acil. Vəli ruhən kəsildilər vallah. Əziliblər, xəşildilər vallah.
O ki bəyə ərz eləydim. Ruhən əziyyətdə. Zahirən dövrü həm içək aşını, hamısı quşiyə soxub başını. Sən o doğru həmin o mənayı, o cəşni yəldə da ciddən şəkl-i şəmailin dəyişibdir. Zahirən doğru həm içək aşını, hamısı quşiyə soxub başını. Amma qeyr az onlar ki, vəzləri xoşdur, bəziləri var ki, cibləri boşdur. Çoxlular var ki, cibləri boşdur. Biraz bəzilərdən çox bəli. 1 kilo almanı ala bilmir. Zor verək xoş ola bilmir. Vəli düz xoş odur ki, qanedir. Həris olmaq həyatda manedir. Qaneyin çox da cibləri boşdur. Birazcık turpla halı xoşdur. Halı xoş. Salamat olasın. Allah sənin kimi olsun. Sağ ol. Bir dənə də mən dərxastım var. Yəni zamanımız var ya, yox, zaman varımız. Dolara görə ələn əxirən dolar maşallah gedəydi da. Gedik güya. Yəni qədim dolara görə bir dənə yazmışdım. Dolara belə fikrim varmış. Varındı, amadə var. Ərz eləyən xidmət və vaqiət odur ki, dolara hər seridə həqiqət hər rəis cümhurcu gəlib, əfsayiş qiyməti dolarla biz müvaciə olmuşuq. Və hər seridə mən dolara bir şeir yazmışam. Məsələn, dolar 3000 olanda da yazmışam mən. Qalxdı ki, oldu 50 tümən, onda da yazmışam. Mərhum rəisi zamanı ki, oldu 50 tümən, onda da yazdım. Və Ağay Pezeşkiyan zamanı unutağa bir dənə yazdım. Çox qalxdı. Hətta biraz çox qalxdı, hə. Məsələn, bir şeiri 90 olanda yazdım. Tutmaq olmuyor. Ələn də tutmağı. Qoy görün burada. Ələn desədir dolar, biri baxsın doları mənə desin. 132 dövrəsində Yox, qoy ələn axırın. İmanım getməsə. Mən təqribən 80-a qalxanda bir dənə yazdım. Vəldə qiymətin pozuyam. Az qalır. 132 min. Bəli. Deyək, qalxdı doların qiyməti Məsud qağa mersi. Millət hamısı razıdır səndən ağa mersi. Qalxdı doların qiyməti Məsud qağa mersi. Millət hamısı razıdır səndən ağa mersi. Rip fırdı hamı çün suyu qatdun yağa. Çün suyu qatdun yağa mersi. Məsud qağa mersi, mersi ağa mersi. Sındı kasıbın sürsümügü indi dubarə. Mərkub qayıdıb rakibinin mindi dubarə. Allandı bu millət, canıma sindi dubarə. Millət hamısı razıdır səndən ağa mersi, Məsud qağa mersi. Nadan başına hər nə bəla gəlsə qəşəhdir. Nadan başına hər nə bəla gəlsə qəşəhdir. Xalqın canı fikr eyləmə, dincəlsə qəşəhdir. Millət nə qədər incəyib incəlsə qəşəhdir. Hər gün sürünü oğru çobanlar sağa mersi. Millət hamısı razıdır səndən ağa mersi, Məsud qağa mersi. Sən dövləti alacaq elə bir vədə, elə bir iddə söyündü. Fikr eylədilər dünya gülüstan olar indi. Qaldın ətə həsrətdə görüm aya bəsündi. Qaldın ətə həsrətdə görüm aya bəsündi. Mərdum bədəbəddə yiyəcək qurbağa mersi, Məsud qağa mersi. Mersi ağa mersi. Bir dənə də oxuyayım, vaxtımızı qutarıq. Kim milləti əllaflığa mötad eləyibsən, mersi sənə ki vaxtsabi azad eləyibsən. Azad eləmişdir. Çox da realın ərcisini hesad eləyibsən. Yoxsul kefəlindən cırılıb partladı mersi, Məsud qağa mersi, mersi ağa mersi. Sağ olun. Mersi, məmnunam ki, əzizlərimiz bizlə həmrah oldular. Çillə Gecözcünə də mübarək olsun. Təşəkkür eləyəm, qəddani eləyəm. Tək-bətək üzdən ki, bizi həmrah elədiniz. Çağırbağı yadınızda saxlayın, yayın, paylaşın və Çağırbağ gələcək müxtəlif demək olar mövzuatlar. Çox gözəl fəzası var bu Çağırbağın. Mersi. İnşallah ki, davam etsin. Mersi, ağa, mersi. Yaşayasınız, xudafız.